Alo, bəli. Xanım, səhv düşmüşsünüz. O nömrə deyil. Talih deyil də başqa adamdır, qadın. Hə, nəyəm də, mən deymişəm. Hə, qadın xeyli azam, danışınqa fikir ver. Artıq əski danışma məndən burada. Mənim də hadisə özümə görə... Hə, get nə istəyirsən elə, problem yoxdur. Çıxar, istəmirəm. Talih, Hə, kimdi ki? Kamran Baxsasının müdrəsidir. Nə olub ki? Bezdirir. Bunlar bu baxsanı təmir edirdilər, otaqları kraskalayırdılar. Uşaqlardan 10 manatdan pul yığırdılar. Mən yardım edim ki, o yığdığınız pulları verin mənə, sizinə də 50-60 manat mən öz cibimdən qoyun. Gedim kraskanı mən alım da. Ayıqda axı, qadın xeyl atsan, sən əlində kraska daşıyasın. Qıraqdan baxa nə dər, deməz mən bu valideynlər niyə o kraskanı daşıyır. Mən də götürdüm, getdim, kraskanı tabanmadım. O pul da xəşləndi getdi. Ha bu donuz qiribi vaxtı mən hardan az kraska tapım? Hardan tapım? Mən bilmirəm, tapım, mən bilmirəm kraska tapım. Düşüncən olsun da. Yaraşar mı sən mənə pul istəyəsən məndən? Ya, məndən kraska istəyəsən. Səhv deyirəm, yenə səhv deyirsən. Ay, 50 dənə apteka girmişəm, deyirlər kraska yoxdur, kraska yoxdur, kraska yoxdur. Yoxdur da, qardaş. Davadır.